Masallıda baş verən qəzada bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Ələt-Astara magistralının 137-ci kilometrliyində Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Kia Optima markalı avtomaşın KAMAZ markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər, Masallı rayonunun Ərkivan qəsəbə sakinləri, 59 yaşlı Sevda Hüseynova, 49 yaşlı Aslan Hüseynov və 50 yaşlı Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına təxliyə olunublar. Bir nəfər qadının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Digər hadisə iştirakçını isə cərrahiyyə şöbəsində müalicə almaqda davam edir. Bir nəfər isə xəstəxanaya daxil olarkən vəziyyəti ağır olduğundan bir neçə dəqiqə sonra dünyasını dəyişmişdir. Faktla bağlı araşdırma aparılır. İlkin Rızayev, Rövşən Almazoğlu, Layiq Qələndərli, APA TV Masallı.